Üç bacı tərəvəzlərindən bu dəfə manqal salatı hazırladım. Dedim tərəvəzlərim bol vaxtıykən mən də manqal salatı hazırlayım. Ümumiyyətlə manqal salatını çox sevirəm. Soba qabının üzərinə yağlı kağızı əlavə edirəm və badımcan, pomidor, biberi yaxşı yuyub soba qabına əlavə etdim. Pişənə qədər sobada bişirdim. Badımcanın qabığının yaxşı soyulmasını istəyirsinizsə, badımcanı isti-isti belə bir paketə əlavə edin. Hardasa 10-15 dəqiqə saxlayın və qabığı çox rahat və tez soyulacaq. Tərəvəzlərin hamısının qabığını təmizlədikdən sonra hamısını doğrayıram. İlk öncə qaba badımcanı, daha sonra biberi doğrayıb əlavə etdim. Üzərinə də pomidoru. Göyərtilərdən evdə şüyüd və reyhan var idi və 2 diş sarımsaq da rəndələdim. Qırmızı soğanım olmadığı üçün qırmızı soğan əlavə etmədim. Duz istiot zövqə görə yaxşı qaçışdırıb biraz soyuducuda gözlətdikdən sonra servis etdim. Çox ləzzətli alınmışdı. Fikir olsun deyə paylaşdım. Sizlər də hazırlayıb nuş edin.